Xeyir xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Məşləqa Məmmədiyarov dairəsi tam yolun kənarında. İzləyicilərimizin əksəriyyəti gəlirlər Məşləqanın tam girəcək və Məmmədiyarov dairəsində evlər istəyirlər. Biz də çalışdığımız qədər tapırıq sizlər üçün. Sırf Məmmədiyarov dairəsindədir, yoldan məsafəsi də azdır. 4 sot. Ola bilər 4 sotdan da biz artıq torpaq sahəsinin üzərində paket qupçadır. Həm qeydiyyat üçün yer aldı, həm ipoteka üçün. 190 kvadrat, belki bez artığı da var. 2 mərtəbəli həyət evidir. İlkin olaraq qiymət 150-dir. Reallıq olsa endirimi də olar. Əşyalardır ki, ev yesinə yəqin ola bilər qalsın, ola bilər götürülsün. Ev yesindən danışmaq lazımdır. Evin arxa hissəsinə rahat bir şəkildə keçid edib, yəni sol hissədən çıxış etmək olur. Yəni çıxmaq olur. Burada işıqlandırması var. Kim istəsə dəyişə bilər, kim istəsə qala bilər. Belə deyək də bağlanacaq. Yəni bu hissədən 4 sotdan artıq 4 sot torpaq sahəsində veriləcək və hasar gedəcək. Və inşallah bu hissəsində təqdim edək. Evi tam şəkildə göstərəcək inşallah. Və keçid edək evin içərisinə 2 mərtəbəlidir. Aşağıda hardasa belə deyək, bir 3 otaq, yuxarıda da bir 4 otaq olmalıdır. Bu giriş hissəsidir. Giriş hissəsini təqdim edək sizlərə. Və burada zaldır. Xudmanın belə bir zalı var. Zal səsini tam göstərək. Zal səsini təqdim edək. Və sonra keçid edək digər otaqların təqdimatına. Burada sağda bir yataq otağımız var. Onu göstərək sizlərə. Sonra eynən burada da bir balaca otaq. Yəni uşaq otağı üçün nəzərdə tutulub. Sonra mətbəx hissəsini təqdim edək. Mətbəx hissəsi tam hazır vəziyyətdədir. Mətbəx hissəsini göstərdik. Səliqəli mətbəxi var. Və sanuzellərini təqdim edək. Sanuzelləri ayrı-ayrı olmalıdır. O sanuzelini də təqdim edək. Yəni vannasına qədər var. Şəxsi tikilidir. Və qalxırıq ikinci mərtəbənin təqdimatına. Sol hissədə balaca da olsa bir kladovkası var, yəni əşya yığmaq üçün. Və qalxaq ikinci mərtəbəni təqdim edək izləyicilərimizə. Bu da ikinci mərtəbəsidir. İkinci mərtəbədə də otaqlarımız var. Burada belə bir balaca bir yana otağımız var. Sonra burada ikinci mərtəbə demək olar ki, otaq çoxdur. Burada da bir yataq otağımız var. Bunu da təqdim edək sizlərə. Bir otağımız buradadır, zalımızdır. Bunu da təqdim edək. Sonra keçək digər otaqları təqdim edək. Burada da bir otağımız var. Yəqin ki, yataq otağı üçün nəzərdə tutulur. Bir otağımızda demək olar ki, buradadır. O zaldan orada bir keçid var. Buradan da var, orada keçid var. Və açıq eyvan hissəsidir. Və sanuzel təqdim edək. Və onu da nəzərinizə çatdıraq ki, istilik kombi, yəni radiatorlar var. Və burada da bir sanuzel nəzərdə tutulur. Bunu da təqdim edək. Dəyərli izləyicilərimiz, qeyd etdiyimiz ki, Məşləqanın tam mərkəzindədir, Məmmədiyarov dairəsindədir. Tam bir yola yaxın bir ərazidir. 4 sotlu 4 sotdan artıq torpaq sahəsinin üzərində inşallah 190 kvadratdır, 2 mərtəbəli həyət evi, paket qupçadır. Qeyd etdiyimiz ki, həm qeydiyyat üçün yer aldı, həm ipoteka yer aldı. Və ilkin olaraq qiymət 150 lira olur. Onlar səhv sahibi tərəfindən endirilmələr və səhifəmiz izlədiyi üçün Məşləqan Makinem İşin əməkdaşları və rəhbərliyinə sizlərə daim təşəkkürümüzü bildirir.